2001-ci il idi, yanvarın 8-i idi. Demək, yanvarın hardasa 7-si mi, yoxsa 6-sı mı, bu o vaxtda Dom Sovetin qabağına bütün muskatlar oraya yığılardı. Ora bir dənə Sumqayıtdan bir kişi gəlir, kasıb bir kişi gəlir, deyir ki, bəs oğluma toy eləmək istəyirəm, vallahi Vahid müəllim, kimə deyirəm, pulu çox istəyir. Deyir, harada toy, nə vaxtı, deyir, filan vaxtı gələrsin, də 8-ində toydur. Deyir, mən gələrəm, deyir, pulunu deyir, yox. Bilsən Sevinç xanım, Vahid müəllim təmənnasız bir insan idi. Vahid müəllim kəsb toyuna gedərdi, pul salardı. Varı toyuna gedərdi, pul deməzdi. Elə bir insan idi. Yəni o insan dünya malında gözü olan insan deyildi. Elə yolda ürəyi tutur, qardaşım oğlu Habirin yanında. Deyir, elə bir ki, nəfəsim daralır. Qardaşım oğlu deyir ki, Vahid, bir istəyirsən qayıdaq da, evə qayıdaq. Deyir, yox, o kasıbdan mən söz vermişəm. O elə bilər ki, mən pula görə gəlmədim. Sumqayıta toya getdiyi yerdə də Qarabaş qəsəsini oxuyulmuş ki, səsini açsın, görsün səsi necədir. Qardaşım oğlu deyir, bir də gördüm ki, Vahid müəllim rəhmətə gedir. İnsanın xoş günündə hamı yaxşıdır. Yəni, varım var, dövlətim var, hamı var. Elə ki, ayağım büdürədir, onda bilinir ki, kim necədir. O bayaq ki, gələnlər, bayaq ki, qohum əqrəbə, görürsən ki, yavaş-yavaş çəkildi. Mən bu meydanda tək qaldım. Ona görə də mən çox heyfsilənirəm. Kaş Vahid müəllim vaxtında elədikləri yaxşılıqları eləməyəydi. Kaş eləməyəydi. Mənim uşaqlarım körpə olanda mənim çox ehtiyacım vardı uşaqlarıma görə, böyüməyinə görə. Amma mən o ehtiyacı heç kimdən görmədim. Mən tək başına böyütdüm bu uşaqları. Tək başına. Tək başına elə olurdu ki, mən gecə uşaqlarımı hacıya fıstırırdım. Allah'ın olsun, mən demək olar ki, şirin çayın içində çörək doğru uşaqlarıma yedizdirirdim. Mən elə pis günlər çəkmişəm. Böyük qızım gəldi, Leyla məndən pul istədi. Məndə də onda pul yox idi, gətirəm, verəm buna. Özüm də çox pis oldum ki, uşaq məndən pul istədi. Niyə olmadı ki, verəm də. Çox pis oldum, ağladım. Çox ağladım. Gecə Vahid müəllim gəldi, yuxuma girdi. Gördüm, belə yuxuma girdi ki, mənə acığı tutdu ki, sən niyə ona pul vermədin? Onda bildim ki, bu dünyada nə varsa o dünyada agah olur. Vahid müəllim agah oldu ki, mən o uşağa pul vermədim. Mən çox pis olurdum, balacaydım. Amma yuxularımdan çıxmırdı. Həmişə yuxuma girirdi ki, yəni yuxuma girirdi, deyirdi ki, pis olma, həmişə mamanızın yanında olun. Bir də çox ağlayırdım. Deyirdi ki, ağlama sən. Sən ağlayanda mənim yerim pis olur, su olur. Belə demişdi. Hətta ondan sonra biz biraz özümüzdə təsəlli tapmışdıq. Mən o vaxt işləmirdim. Mən o vaxtı Allah canını sağ eləsin, Məsum İbrahimovun Yasamada işləyirdi. Məni orada çağırdı ki, Kamilə gəl orada bir yerdə işləyək. Öz tələbələrini verdi mənə ki, artıq sənin ehtiyacın var. Məni heç vaxt Vahid müəllim qoymurdu işləməyə. Yəni ehtiyacım da yox idi. Həm də qoymurdu işləməyə. Məsum çağırdı məni, Yasamada işlədik bir yerdə. Sonra məni ilk dəfə Vasif Adgözalov Humanitar Fənlər Gimnaziyası var Nərimanovda. Məni oraya indinin özündə də nə vaxt gələrsiz Vahid müəllimin səsi bu evdən çəkilməz. Rəhmətə gedən gündən, ilk gündən bu günə qədər, hətta elə oldu ki, qohumlar məni qınayırdı ki, sən Vahid müəllim rəhmətə gedib, amma sən onun kasetini oxutdurursan. Deyirdim, yox, mənim uşaqlarım bilməməlidir ki, onların atası rəhmətə gedib. Qoy Vahidin səsi evdən gəlsin. Qoy uşaqlar, hətta bir epizod deyim sizə, mən Vahid müəllim gedəndən sonra onun bir kostyumunu saxlamışam, Sevinç xanım. Həmişə pulu qoyurdum onun cebinə, uşaqlara deyirdim ki, atanızın cebindən pulu götürün. 17 ildir itirmişik, buna baxmayaraq, hələ də biz onu unuda bilmirik. Biz onun yoxluğunu həzm eləyə bilmirik. Biz iki bacı, iki qardaşıq. Biz həmişə addım atanda həyatda elə addım atmışıq ki, deməsinlər ki, Vahid Abdullayevin övladları səhv bir addım atıblar. Bunun anamın da burada böyük rol olub. Atamı itirən gündən bu günə kimi anam elə şərait yaratmayıb ki, biz atamı unudaq. Yəni hər gün bizim evdə onun səsi, onun adı qulaqlarımızdan heç vaxt əks olunmayıb da bu. Qaval qalıb, özünüz gördünüz. Qalyanlar qalıb, Vahid müəllim. Axırıncı çəkdiyi qalyan içində tənbəki ilə. Elə qalıb orada. Yəni bir xatirə kimi saxlayıram onu. Vahid müəllimə aid nə varsa bir guşə yaratmışıq evdə. Valid onu təklif edir ki, mama bir dənə guşə yaradıq atam haqqında şəkillərini, nə bilim qavalını, qaylanını, orada Qarabağ xanəndələrini bayaq baxdınız. O albomu ki, Vahid müəllim haqqında bir guşə ki, yəni Vahid müəllim bu evdə yaşayır. Az müddət görmüşəm atamı, amma o qədər gözəl xatirələr yadımda qalıb ki, sanki mən illərdir onu görmüşəm də. Özüm də Allahımdan razıyam ki, mən o çətinliklə uşaqlarımı gətirdim, bir gün ağ günə çıxartmışam.